إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və hörmətli müsəlmanlar, bizdə olan hədislərdə, bir çox hədislərdə elm tələb etməyin fəzilətləri barəsində bizə xəbərlər gəlib çatır. Elm əhlinin, özünü elmə nisbət edən, elmlə məşğul olan adamların üstünlükləri barəsində və s. xəbərlər gəlib çatır. Məşhur hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, mən yuridillahu bihi xayran yufəqqihhu fiddin. Allah kimə xeyir istəyirsə, onu dində fəqih eləyər. Yəni, dini başa düşənlərdən edir. İbn Qeym rahiməhullah bu hədisi açıqlayarkən, yəni ümumi, mən kəlmələri gətirəcəm, ümumən İbn Qeym nə demək istəyir? Yəni, buradan belə çıxır ki, deməli, Allah kimə xeyir istəmirsə, fəqih etmir. Və ya, buradan birbaşa o da anlanmır ki, əgər Allah Teala kimisə dində bilən edibsə, birbaşa xeyirdən söhbət gedir. Niyə? Çünki bu bilmək fəqihlik, əməl tələb edən bir şeydir. Yəni, əgər bir insana elm verilibsə və o elmə əsasən əməl etmirsə, yenə də o xeyir üzərində deyil. Ona görə burada məsələ o barədədir ki, insan öyrənir və əməl edir. Lakin mənim çatdırmaq istədiyim nədir? Biz hamımız yerə elm tələb edək. Sözsüz ki, cahil adamlar olub və olacaq. Onların sayı həmişə daha çox olacaq, nəinki bilən adamlar. Lakin bütün problemlərin bəlkəm 95, 98%, 99%-ı insanların məsələlərdə, yəni ki, cahil olmağı, məsələləri düzgün yerinə qoymamağı barədə, yəni ki, məsələlər gəlir belə şeylərə söykənir. Və burada bir maraqlı məsələ var ki, elə fəsillər var bizim dilimizdə. Məsələn, dəstəmaz fəsili, yəni təharətlə bağlı. Cüməyə, misal üçün, insan necə gedəcək, nələr edəcək, hansı sünnələrdir və ya məsələn, namaz barədə. Bunları insanların çoxsu bilir, ümumən bilir. Yaxşı, gələk indi o fəsillərə, hansılar ki, çox nadir hallarda yəni ki, tətbiq olunur, müəyyən kəslər tərəfindən tətbiq olunur. Məsələn, zəkat. Məsələn, deyək ki, qardaşlar ova gedirlər. Yəni, ovun öz əhkamları var. Məsələn, deyək ki, misal üçün, bir müsəlman dünyasını dəyişib, həyat yoldaşı qalıb, 2 dənə oğlu qalıb, anası, atası sağdır. Miras necə bölünəcək? Və s. və lahır. Yəni, inandırıram sizi ki, bəzi adamlar var ki, elə bilirlər ki, miras və vəsiyyət eyni dərəcədir, eyni bir şeydir. Hətta bu dərəcədə. Yəni, bunlar hamısı onun əlamətləridir ki, insanlar bilmir, oxumur. Yaxşı, bəs nə etmək lazımdır? Azərbaycanda kifayət qədər çoxlu sayda özünə elm tələbəsi deyən, elm tələbəsi iddiasında olan, dərs yerləşdirən YouTube'da insanlar var, qardaşlarımız var. Siz onlara müraciət edin. Müraciət edin ki, məni öyrət. Mənə bir sistem qur. Gəl, oturaq, oxuyaq. İnternet vasitəsilə, yəni əyani formada, qiyabi formada fərq etmir. Əsas odur ki, öyrənmək prosesi geçsin. Sizə sistem qursun. Məsələn, 40 hədis kitabını başlayırıq. Ondan sonra Umdətül Əhkəm kitabına keçirik. Ondan sonra Buluğul Məram kitabına keçirik. Ondan sonra məsələn keçid eləmək olar artıq Buxari, Muslim və s. ki, bir hazırlıq kimi bu böyük kitablara. Və ya məsələn insan fiqhi oxumaq istəyirsə, balaca müxtəsər kitablardan oxuya bilər. Ya da misal üçün daha geniş kitablarını oxuya bilər. Faktiki dediyim Umdətül Əhkəm hədis kitabı, elə əhkamlar da elə fiqhdir. İndi ola bilər insan sırf fiqh kitabını oxumaq istəyirsə, misal üçün Əs-Saadinin qısa Mənhəc-i Səlikin kitabını oxuya bilər. Və misal üçün məşhur Əl-Vaciz kitabı, hansı ki daha güclü formada Quran və sünnəyə söykənir. Və s. və s. Yəni tələbələr bunu bilməlidir və bilirlər inşallah. Biz bu zəndəyik. Siz onu görə tələb eləyəsiniz.
İstəyir ərəb dilində keçmək olsun, istəyir Azərbaycan dilində, hər halda yəni siz yeri öyrənəsiniz. Bütün problemlər buna söykənir. İnsanların bilməməyi. Bütün problemlər onun üzərindədir. Hətta mən biraz da məsələ dərindən getmək istəyirəm. Siz təsəvvür edin ki, əgər kişi xeylağı elmdə zəifdirsə, görün onun ev əhli necə olacaq. Çünki kişilər heç olmasa arada bir elm tələbəsini görürlər, sual verə bilirlər, zikr məclisində iştirak edə bilirlər. Qadınlarda bu bir 10 qat da az olur. Deməli, orada bilməmək səviyyəsi daha da aşağıdır. Ona görə də əgər biz istəyirik ki, gələcəkdə bizim övladlarımız, bizim nəslimiz xeyir üzərində olsunlar, salih əməllər etsinlər və s. Biz yerə onları və özümüzü ilk növbədə buna yönəldək. Əgər mənim övladım evdə məni hər gün 4 saat, 5 saat, 6 saat, nə qədər olursa olsun dəftər kitabla görsə, çox güman ki, uşaq özü də bunu təqlid edəcək, maraqlanacaq, öyrənəcək və buna meyl edəcək. Yəni, bu böyük ehtimal olunan bir şeydir. İndi bunun əksi. Uşaq məni yalnız PlayStation oynamaqla görür, uşaq məni Tetris, kompüterdə, bilmirəm, nəsə oyunlar və s. əyləncələr, arada futbol və s. Heç kəs belə şeyləri inkar eləmir. İnsan arada dincələ də bilər və s. Lakin söhbət vaxtın çoxluğundan gedir. Yox, əgər kimsə fikirləşirsə ki, problemlərin həlli bu deyil, sırf kitab oxumaq və s. deyil, qoy təkliflər eləsin, biz də qulaq asaq, bəlkə doğrudan da belə deyil. Bəlkə sırf gündə 5 dəfə namaz qılmaqla hər şey düzələ bilər, lakin biz görürük ki, namaz qılanlar çoxdur. Bəli, namaz qılan çoxdur, oruç saxlayan çoxdur. Amma niyəsə cahillik aradan götürülmür. Cahillik getmir. Cahillik axı necə aradan götürülə bilər? Əgər bir insan öz əqidə kitabını, əqidə kitabları ildə bir dənəsini belə oxumursa, bu hansı tərəfdən möhkəmlənə bilər? Əqidə kitabları mən deyəndə, məsələn, nəzərdə tuturam, misal üçün Əqidətül Vasitiyyə kitabı. Məşhur kitabdır, İbn Teymiyyə şah əsəri sayılır. Yəni, Saudiya Ərəbistanında il ərzində ölkədə fərqli şəhərlərdə, bəlkə hər şəhərdə bir 10 dəfə keçirlər bu kitabı. Yəni, heç kəs deyəməz ki, məndən yan keçdi. Bolluqdur dərslər. Bizdə sözsüz ki, belə vəziyyət yoxdur. Lakin, heç kəsin əlindən tutmur, saxlamır. Tələbədən xahiş edin, tələb edin ki, sənə necə öyrədiblərsə, məni öyrət. Əslində, bilən insan o elmin zəkatını verməlidir. Yəni, necə ki, adi bir sıravi varlı müsəlman nisab həddinə çatıbsa, məsələn, deyək ki, sərvəti filan qədərdirsə, nağd pul olaraq və s. onun 40'da birini verir, hesab olunur ki, əhl-i sünnədə, hədis əhli də 40 hədis verirsə, birini geri insanlara danışsın, yəni belə bir müqayisə bəzən gətirirlər. Lakin ehtiyacımız hal-hazırda hələ 40 hədisin özünədir. Ona görə də qardaşlar tələb edin, öyrənin, araşdırın, daima bu prosesdə olun. Mən sizə maraqlı bir şey deyə bilərəm. Həmişə də bunu nümunə kimi deyirəm. Azərbaycanda və belə deyək də, SSR-in digər dövlətləri demək olar ki, eyni vaxtda müstəqilliyi əldə elədilər. Baxın, rus dilli elm tələbələr, rus dilli YouTube məkanında necə bolluq, dərslər, gürluq var və baxın, görün bizdə necədir. Sözsüz ki, Azərbaycanın öz üstün tərəfləri var. Bunu heç kəs inkar eləmir. Vaxt var idi ki, Əbu Bəkir məscidini rus dilli elm tələbələri nümunə kimi gətirirdilər. Fəxr kimi, nümunə kimi gətirirdilər ki, görün Azərbaycan necə inkişaf edib. Lakin hal-hazırda açıq aydın geriləmə hiss olunur. Açıq aydın. Yəni, mən bunu boş-boşuna demirəm. Yəni, sizə subutlarla göstərərəm ki, məsələn, rus dilli elm tələbələri oturdular. Bir oturuşa 8 saat dalbadal kitab oxudular. 200 səhifə təkrar edərlər. Məsələn, Mustalah hədis kitabını. Yəni, mən buna şahid olmuşam. Qardaşlar, oxumaq lazımdır. Yəni, bu o demək deyil ki, biz kimləri süstələməliyik və s. Yox, bir-birimizlə salih əməllərdə ötüşməliyik. Söhbət bundan gedir. Azərbaycanda savadlı elm tələbələri var. Bunu heç kəs inkar eləmir. Lakin adi sıravi qardaşlardan da tələb olunan odur ki, bu qardaşlara mənəvi olaraq dəstək olun.
Yəni siz onlardan gəlib dərs istəyəndə, onlar da gəlib təkrarlayacaq, onlar da oxuyacaq və ümumiyyətlə bu proses canlanacaq. Necə ki, müsəlmanın üzərində məscidləri yaşatmaqdır, məsələn, məscidə gəlməkdir və s. Məscidə gəlib gedənlərin sayı çox olsun. Eləcə də elm tələbəsinin nəşətini, yəni onun aktivliyini saxlamaq lazımdır. Sən əgər bir elm tələbəsini heç vaxt heç nə oxumursansa, yəni o özü də aktivliyi sönəcək. Özü də oxumayacaq, təkrar da eləməyəcək. Biri də var ki, daima bu adama müraciətlər gələndə istər-istəməz oxuyacaq da, təkrarlayacaq da, özünü də ayaqda saxlayacaq. Yəni mən hesab edirəm ki, bu məntiqli bir məsələdir. Yəni ki, burada heç kəsin belə deyək də müxalif iradları olmamalıdır. Çünki bu o qədər aydın bir məsələdir ki, biz xeyir istəyirik. Hal-hazırda məsələn qardaşlar var ki, mən sizə açığı deyirəm, onlar müəyyən usul kitabları oxumaq istəyirlər. Amma Azərbaycan dili YouTube məkanında yoxdur. Yəni axtarırıq, usul fiqh tapmırıq, usul təfsir deyəsən var, səhv etmirəmsə İlqar Eyvazoğlu qoyub. Amma məsələn deyək ki, bir dənə niyə bir dənə daxil? Qoy bir neçə elm tələbəsi bunu etsin. Və məsəl üçün mustalah hədisdə ya var ya yox. Yəni bilirsiniz, məsələn rus dilli YouTube məkanında soruşsaz, mən sizə yaqinlik deyə bilərəm. Nə var, nə yox, hansı tələbə oxuyub, hansı kitabın üzərindən ki, hətta orada o qədər görülüqdur ki, yəni bir neçə tələbə eyni kitabı fərqli şərhlərlə oxuyublar. Bizdə əfsuslar olsun ki, şübhələrdəsən. Bilmirsən, oxuyub, oxumayıb, yəni ki, dərsin keyfiyyəti nə formadadır və s. Məndən soruşanda ki, 40 hədis kitabı, mən göz yumdu deyirəm ki, rus dilli məkanda Abu Yaxya Krımskidən yaxşı oxunuş yoxdur. Çünki mən o dərslərin minimum 50%-nə qulaq asmışam. Təxminən 100 dərsdir. Uzun dərslərdir. Orada dərslər, yəni bizdəki kimi, biz örgəşmişik 15-20 dəqiqəyə. Orada cəmaat 2 saata yaxın dərslərdə oturur və s. Qardaşlar, fəal olmaq lazımdır. Vaxt gedir. Bizim yaşımız artıq, yəni mən şəxsən, mənim yaşımda olan neçə qardaş var ki, bu dünyadan artıq köçüb. Yəni biz artıq bu hədləri keçmişik. Bu yaş artıq o yaş deyil ki, biz cavanlığa tərəf gedir. Biz qocalığa tərəf gedirik. Bugün elm tələbəsi bunu eləyirsə, eləyir. 10 il sonra o qocalıq gələndə, o səhhətdə problemlər olanda və s. bu məsələ çox çətinləşəcək. Elə eləməyək ki, Allah Teala bu neymətləri buradan götürsün, başqa qövmlərə hədiyyə kimi versin. Qoy elə bizdə qalsın. Və sallallahu alə Muhammedin və alə alihi və sahbihi əcməin.